Azərbaycanda tikinti materiallarının istehsalını ənənəvi sahələrindən hesab etmək olar. Amma müasir dövr bu sahədə də ciddi dəyişikliklər tələb edir. Dünyada baş verən təbii hadisələr istəsək də, istəməsək də daha davamlı və ekoloji cəhətdən təmiz məhsulların istehsalını dikt edir. Bəs Azərbaycanda tikinti materiallarının istehsalında müasir tələblər nə dərəcədə nəzərə alınır? Ötən il Azərbaycanda inşaat materiallarının istehsalında artım qeydə alınıb. Lakin bu sahədəki yeniliklərin ölkəmizdə tətbiqində ləngimələr mövcuddur. Hazırda dünyada ekoloji cəhətdən daha əlverişli istehsala üstünlük verilir. Ölkəmizdə bəzi sahibkarlıq subyektləri yeniliklərdən istifadə etsə də, əksəriyyəti ekoloji cəhətdən heç də ürək açan olmayan ənənəvi üsullara üstünlük verir. İşğaldan azad edilən ərazilərdə aparılan tikintidə isə müasir texnologiyaya əsaslanan materiallara üstünlük verilməsi əsas prioritet olaraq götürülüb. Mütəmadi olaraq biz sahibkarların istehsal müəssisələrinə, inşaat proseslərinə ziyarətlər təşkil edirik. Yerli istehsalçılar son dövrlərdə green texnologiya önəm verirlər. Yaşıl texnologiya və yaşıl iqtisadiyyat bilirsiniz ki. Yəni əsas bu beynəlxalq standartlara onların istehsalının cavab verməsi onların bazarda rəqabətə davamlılığını artırır. Yəni bu onların özü üçün önəmlidir. Bu şirkətlər yüksək texnologiyalara, beynəlxalq standartlara cavab verən məhsul hazırladıqda onlar bunun üçün sertifikat alırlar. Mütəxəssislərin fikrincə müasir texnologiyaların tətbiqi təkcə ekoloji təmiz məhsullar deyil, həm də tikinti materiallarının davamlılığı baxımından da xüsusi əhəmiyyət kəsb edir. Əsas məsələ isə tikinti materiallarının böyük hissəsinin ölkə daxilində istehsalıdır. Əks halda Azərbaycanda gözlənilən tikinti bumu başqa ölkələrə valyuta axınını qaçılmaz edə bilər. İşğaldan azad olunmuş ərazilərdə yenidən qurulma və bərpa işlərinə olan tələbatdan dolayı, eləcə də Bakı şəhərinin 2040-cı ilə qədər olan baş planının icrası ilə bağlı proseslərə biz baxsaq görərik ki, milyardlarla dollarlıq bir vəsaitə ehtiyac duyulur və bu vəsaitin də idxal hesabına belə deyək, gerçəkləşməsindən dolayı xərclənməsi düşünürəm ki, ölkədən əlavə pul çıxması üçün bir şərait yaradır. Görünən odur ki, binaların tikintisində yeni üsulla hazırlanan tikinti materiallarının istifadəsi labüddür. Ən azından dünya standartlarına uyğun tikinti müasir dövrün tələbinə çevrilib.